Sevildiyini bilən adam dindarlığı gözəl olur, hökmü rahat tabi olur. Səni çox sevən sənə deyir ki, namazı vaxtında qıla bilərsən. Bax, səni çox sevən sənə bir söz deyirsə, sən o zaman başına gelmezsin. O sevgini yetər ki, hiss eləyəsən. Sevilən rahat yaşayır. Sevilən ürəyində heç vaxt kim kudurət olmur. Özü sevilən başqalarını sevə bilir. Sevildiyindən arxain olan başqalarını sevə bilir. Qarşılıqsız sevə bilir. Bilirsiniz niyə? Çünki bilir ki, elə bir varlı olan sevir ki, o sevgi cəhətdən, sevgi sarıdan körlüğü yoxdur da bunu elə deyil. Və başlayır başqalarını sevməyə, qarşılıq istəmir. Deyir oxurda, sevgilər. Məni sevən sevir. Onda başlayır qarşılıqsız zamanda xidmət eləmək. Əvəzsiz, əvəz gözləmədən. Sevgi ilə doludur vücudu. Çatışmazlıq yoxdur ki, ondan bundan dilənsin. Deyirsin ki, görə ona yaxşılıq elədim. Mən cavab verirəm. Neyin sən o cavabını? Sən benim sevgi dilənsisən, qoy sevməz. Sən yaxşılıq elə, qoy sən yaxşılıq elədin, sən sevməz. Sevmiş.